Saçlarınızın zədələndiyini göstərən 3 əlamət. 1. Saçlarınızın bir-birinə dolaşması və daranmaqda çətinlik. 2. Saç uclarının 2 yerə ayrılması. 3. Saçın quruması və elektriklənmə. Adətən bu hallar uzun müddət saç boyası istifadə edən və saçını düzləşdirən şəxslərdə daha çox görülür. Bəzən doğru olmayan şampun seçimi, baxım kremləri yaxud da ki spreylər də bu prosesi daha sürətləndirə bilir. Bildirim ki, zədələnmiş saçların çarəsi onu kəsdirmək deyil. Bugün sizə həmin saçları canlandırıb əvvəlki halına qaytaran Ivraşenin Reparation seriyasını tövsiyə edəcəm. Deməli, bu seriyaya aiddir şampun, kondisioner, maska və serum. Bildirim ki, şampun silikon və sulfatsızdır. Tərkibində jojoba yağı, omega 6 və 9 yağ turşuları var. Bu maddələr saçlarımızı qidalandırır, bərpa edir və qırılmaqdan qoruyur. Kondisioner isə bu prosesin vacib hissəsidir. Bu vasitə quru saçlarımızın daranma prosesini asanlaşdırır. Həmçinin bitki əsaslı formulu sayəsində saçları dərindən qidalandırır. Tərkibindəki jojoba yağı isə saçları effektiv şəkildə bərpa edir. Kondisionerdən sonra isə saçlara maska vurmaq çox önəmlidir. Jojoba yağı ilə zənginləşdirilmiş maska saçları ideal şəkildə bərpa edir. Həftədə 2 dəfə nəm saçlara vurub 4-5 dəqiqə saxladıqdan sonra durulamaq kifayət eləyir. Saçlarınız quruduqdan sonra isə serumu unutmursunuz. Çünki serum saçlarımızı dərindən qidalandıraraq onları qırılmadan qoruyur. Həmçinin termoqoruyucu kimi də çox effektivdir. Ivraşenin zədələnmiş saçlar üçün nəzərdə tutulan Reparation seriyasını Ivraşenin bütün filiallarından, həmçinin İvraşe az saytından əldə edə bilərsiniz.